Suallardan biri de odur ki, kişi əgər qadını boşayırsa və uşağı varsa ona baxmağa məcburdur, yoxsa istəsə baxmaz. Bu da sual tam aydın deyil. Lakin başa düşdüyüm qədər cavab belədir ki, kişi arvadını boşadısa, uşağı varsa, uşaq anada qalır, madəm ki, ana başqasına getmir. Uşaq böyüyənə kim anada qalır, böyüyəndən sonra uşaq ixtiyar sahibidir kimin yanında qalacaqsa. Qaldı o uşağa baxmaq, təbii ki, atanın üzərində məsuliyyət olaraq qalır. O uşağa baxmalıdır, uşağın yeməyini, içməyini, paltarını təmin eləməlidir bir ata kimi. Madəm ki, uşaq anasındadır və anası başqa ərə getməyib. Çünki anası başqa ərə getsə, onda uşaq qayıdır atasına və yaxud da atası onu qəbul eləmirsə, onda o zaman anası ilə qalır yenə. Amma hər halda atanın üzərində o övladın məsuliyyəti qalır. Onu yeməyini, içməyini təşkil eləməsi və yaxud da o uşaqla maraqlanması, bəli. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.